Deməli, bizim bugünkü dərsimiz olur silisium, silisiumun oksidi, yəni silisium dioksid, metasilikat turşusu və silikat sənayesi. İlk öncə başlayırıq silisiumdan. Bildiyimiz kimi silisium karbon yarımqrup elementlərinə aiddir. Silisium 4A yarım qrupunda yerləşir. Sıra nömrəsi 14-dür. Yer qabığında, yəni yer kürəsi üzrə yayılmasına görə oksigendən sonra ikinci elementimizdir. Yer qabığının litosferin böyük bir hissəsi, yəni bütün hissəsini qum və gil təşkil edir ki, qum və gilin tərkibi də nədir? Silisiumdur və oksigendir. Ona görə deyirik ki, silisium yer kürəsi üzrə ikinci böyük elementdir ki, geniş yayılıbdır. Birincisi oksigendir. Yer qabığının təqribən 26%-ni silisium təşkil edir. Ona yalnız birləşmələr şəklində rast gəlinir. Bir daha vurğulayıram. Deyirik ki, birləşmələr şəklində rast gəlinən qeyri-metallarımız sip haldır. Sip, belə bura. Sip, haldır. Bu nə deməkdir? Silisium, fosfor, hidrogen və halogenlər deməkdir ki, bunlar yalnız birləşmələr şəklində yayılan qeyri-metallarımızdır. Silisiumun təbii birləşmələrinə aiddir kvarts qumu, silisium O2, ağcil, alüminium oksid, vurulsun 2 mol silisium O2 və vurulsun 2 mol su. Daha sonra orta klaz və yaxud da çöl şpatı deyirik ki, bu zaman kalium oksid, alüminium oksid, silisium O2 6 moldur. Nefelin deyirik ki, nefelində isə natrium 2O, alüminium 2O3 və 2 mol silisium O2-dir. Nefelinlə çöl şpatını əzbərə bilməyinizə ehtiyac yoxdur, amma ağcil ilə kvarts qumunu əzbərə bilməlisiniz. Sonra keçirik alınmasına. Alınmasına gəldikdə silisium sənayedə kömür ilə reduksiyasından alınır. Yəni kvarts qumunun üzərinə kömür gəldikdə biz bu reaksiyadan alırıq silisium və dəm qazı. Əgər indi biz bunu deyirik ki, karbonumuz çox olarsa, silisium ilə karbon reaksiyaya girir deyə, buradan alınan silisium yenidən gəlib silisium ilə karbon reaksiyaya girib əmələ gətirir silisium karbidi, yəni karborundur. Bu da keçən dəfə biz model işləyirdim kimdənsə. Sualdır, karborund. Yəni uşaqlar karborunddur deyib fikir vermir, amma bilin ki, modeldə var, qəbula düşmüş də var. Yəni karborundun formulunu bilməlisiniz. Necə alınır onu da bilməlisiniz. Silisium ilə karbonun reaksiyasından alınır. Burada alınan silisium artıq qalan karbon ilə yenidən reaksiyaya girib karborun da əmələ gətirir. Karborun çox bərk maddə olduğuna görə ondan itələmə, cilalanma proseslərində istifadə olunur. Bundan başqa isə laboratoriyada bizim silisium dioksidimizə metallarımız ilə, yəni maqnezium ilə təsir etməklə alırıq. Bu reaksiyadan da silisium və maqnezium oksid alınır. Daha sonra gəlirik fiziki xassələrimizə. Biz bildiyimiz kimi silisiumun iki allotropik şəkil dəyişməsi var. Amorf silisium və kristallik silisium. Kristallik silisiumumuz deyirik ki, parıltılı, çətin əriyən, çox bərk və yarım keçiriciliyi olan bir maddədir. Ümumiyyətlə qeyri-metallardan bizim iki qeyri-metalımız var ki, elektrik cəryanını keçirdir. Biri qrafitdir, biri də silisiumdur. Yarım keçirici sayılırlar. Silisiumumuz, silisium dioksidimiz, silisium karbidimiz hamısı atom kristal qəfəsinə malikdir. Adi şəraitdə də silisium olan bütün birləşmələr bərk haldadır. Kimyəvi xassələrinə gəldikdə silisium kimyəvi aktivliyinə görə karbondan nisbətən zəifdir. Silisium otaq temperaturunda ümumiyyətlə təsirsizdir. Lakin onu qızdırıldıqda oksigen ilə, xlor ilə, brom ilə və s. qarşılıqlı təsirdə olur. Adi şəraitdə yalnız flor ilə reaksiyaya daxil olur, yəni otaq temperaturunda. Amma digər qeyri-metallarımız ilə isə yalnız qızdırıldıqda reaksiyaya daxil olur. Yəni, misal üçün, silisiumun üzərinə oksigen gəldikdə alırıq silisium 2. Silisiumun üzərinə xlor 2 gəldikdə alırıq silisium, xlor 4 və yaxud da silisiumun üzərinə brom gəldikdə alırıq silisium, brom 4. Silisium ilə flor adi şəraitdə otaq temperaturunda reaksiyaya girib verir silisium, flor 4-ü.
Silisium ilə kükürddən silisium S2 əmələ gəlir. Karbondan silisium karbid, yəni karboron da əmələ gəlir. Maqneziumdan silsidlər əmələ gəlir. Yəni silisiumun üzərinə maqneziumu gəldikdə alınır silisium, maqnezium 2. Çünki silisium 4 valentlidir. Maqnezium 2 valentlidir. Bizim bu maqnezium silsidin üzərinə H-xlor gəlsək, buradan reaksiyadan alınacaq maqnezium xlor 2 və silisium H4. Biz bu silisium H4-ə silan deyirik. Nə deyirik? Silan. Deyirik ki, silan rəngsiz, zəhərli, havada öz-özünə alovlanan, alışan qazdır. Bu bizə nəyi xatırladır? pH3-ü xatırladır. pH3 də belə idi ki, öz-özünə alovlanırdı. Silisium H4-ün yanmasından isə silisium O2 və su əmələ gəlir. Deyirik ki, biz bunu hidrogen dərsindən də keçmişik. Silisium hidrogen ilə adi şəraitdə reaksiyaya girmir. Yalnız onların birləşmələri dolayı yolla alınır. Amma silisium xüsusi reaksiyalarından biri odur ki, silisium qələvlər ilə reaksiyaya girir, yəni natrium OH ilə reaksiyaya girir. Silisiumun üzərinə natrium OH və su əmələ gəlirik. Reaksiya nəticəsində əmələ gəlir natrium 2, silisium O3 və hidrogen qazı. Silisium 4 valentli metaldır deyə 1 molundan 2 mol hidrogen ayırır. Sən aparıb qoydun da yerinə. 1 molundan 2 mol hidrogen ayırır. Daha sonra silisium həmçinin də H flor ilə reaksiyaya daxil olur. Silisium H flor ilə reaksiyasından silisium flor 4 və H2 verir. Bu reaksiya həmçinin də silisium dioksidə aiddir. Onu da deyək. Silisium O2-nin üzərinə H flor gəldikdə alınır silisium flor 4 və H2O. Bu hər iki reaksiya, bu əslində silisium dioksid də deyəcəkdik, amma yeri gəlmişkən burada da deyək ki, silisium və silisium dioksidin reaksiyasından silisium flor 4, birində hidrogen qazı, birində isə su əmələ gəlir. Tətbiqinə gəldikdə silisium istiyə davamlı, turşuya davamlı olduğuna görə ondan turşuya davamlı, istiyə davamlı poladların hazırlanmasında istifadə olunur. Silisiumdan bateriyaların hazırlanmasında istifadə olunur. Kristal silisiumumuz yarımkesirici kimi istifadə olunur və s. Silisium dioksidimiz atom kristal qəfəsinə malikdir. Bərk və çətin əriyən maddədir. Silisium dioksidimiz qum deyir ya. Qum əslində tərkibi silisium O2-dir, düzdür, amma belə deyil də. Silisium dioksidimiz n dəfə özü ilə birləşir. Biz amma onu ümumi şəkildə silisium O2 deyirik. Amma o özü silisium O2-miz n dəfə özü ilə birləşməsindən əmələ gəlir. Silisium 4 oksidimiz, yəni silisium O2-miz təbiətdə sərbəst halda yayılıbdır. Yəni onu almağımıza ehtiyac yoxdur. Təbiətdə hər yerdə kvars qumucu var. Sonra bunları dedik. Kvars qumunun tərkibində dəmir oksidləri də olur deyə qumun rəngi sarıya çalır. Daha sonra bunları da dedik. Əslində kvars özü şəffafdır, amma onun tərkibində dəmir oksidləri də olur deyə o özü deyirik ki, sarıya çalır. Bunu da dedik, sonra nə qaldı orada? Reaksiyalarına keçirik də bunları dedikdən sonra. Deyirik ki, kvars silisium O2-dən kimyəvi reaksiyalarında. Bayaqları dediyimiz kimi ən əsas xüsusiyyəti odur ki, silisium 4 oksidimiz H flor ilə reaksiyaya girir. Reaksiyadan nə alınır? Silisium flor 4 və H2O. Silisium özü olsa isə H2 alınır. Qələvlər ilə reaksiyaya girir, metasilikat turşusunun duzlarını verir. Yəni natrium 2, silisium O3 və H2O verir. Daha sonra silisium O2 özü
karbon qazından, PCO5-dən, NCO5-dən daha qüvvətli turşudur, turşu oksididir. Ona görə də onları duzundan çıxardır. Yəni, misal üçün, kalsium karbonatın üzərinə silisium O2 gəldikdə, buradan alınır kalsium silikat və karbon qazı. Xahiş edirəm, bunu silikat turşusu ilə oksidi arasında qarışdırmayaq. Bir dəqiqə. Amma ən əsas məsələ silisium dioksidi ilə silikat turşusunu qarışdırmayaq. Silikat turşusu karbonat turşusunu çıxarda bilmir. Amma oksidləri fərqlidir. Oksidlərində silisium dioksid CO2-ni çıxardır. Aydın oldu? Bu əsas məsələni bir-biri ilə xahiş edirəm, qarışdırmayaq. Silisium 4 oksid, yəni silisium dioksid hətta PCO5-i belə duzundan çıxardır. Ona görə silisium 4 oksidi ilə silikat, metasilikat turşusunu qarışdırmaq olmaz. Bunu qoyduq bir tərəfə. İndi gəlirik metasilikat turşusu və silikat sənayesinə. Deyirik ki, metasilikat turşumuz formulu H2 silisium O3-dür. Metasilikat turşumuzun biz kimyada formulunu belə göstəririk, amma əslində onun tərkibi N mol silisium O2 vurulsun N mol su şəklində və yaxud da H2 silisium O3 N dəfə göstərilməlidir. Deyirik ki, silikat turşusunun, metasilikat turşusunun anhidridi silisium 4 oksiddir. Silisium 4 oksidin alınmasına gəldikdə, onun həll olan duzlarından, yəni natrium silikat, kalium silikatın üzərinə qüvvətli turşuları gəlməklə alırıq. Misal üçün, natrium silikatın üzərinə gəlsəm H xloru, buradan alınacaq natrium xlor və H2 silisium O3. Bir saniyə, görün bu qıza nə oldu. Deməli, dedik ki, silikat turşusunu almaq üçün onun suda həll olan duzlarına, yəni natrium silikat, kalium silikata onlardan qüvvətli turşular ilə təsir etməklə alırıq. Yəni, natrium silikatın üzərinə H xlor gəldikdə, oradan alırıq natrium xlor və silikat turşusu. Silikat turşusu özü çöküntüdür. Silikat turşusunun əsl formulu M mol silisium O2 vurulsun M mol sudur. Fiziki xassələrinə gəldikdə, ağ rəngli həlməşik çöküntüdür. Tərkibindəki suyu biraz susuzlaşdırdıqda, yəni turşu absorpsiya xassəsinə malikdir özü. Suyu tərkibini udaraq ağ rəngli maddə olur, həlməşik maddə olur ki, biz buna silikagel də deyə bilirik. Daha sonra, bunları dedikdən sonra deyirik ki, silikat turşusu praktiki olaraq suda həll olunur. Suda kolloid məhlul əmələ gətirir. Kimyəvi xassələrinə gəldikdə, silikat turşusu zəif turşudur, ən zəif turşudur. Çünki turşulardan yeganə turşudur ki, çöküntüdür. Silikat turşusunu qızdırdıqda silisium O2 və suya parçalanır. Silikat turşusu bizim qələvlərimiz ilə reaksiyaya girir, əmələ gətirir natrium silikat və su. Natrium OH ilə reaksiyaya girdikdə, kalium OH ilə reaksiyaya girdikdə isə kalium silikat və su və s. Yəni, silikat turşusu silikat duzlarını əmələ gətirir qələvləri ilə reaksiyaya girərək və yaxud da oksidləri ilə reaksiyaya girərək. Silikatlardan yalnız natrium, kalium silikat suda həll olur. Daha sonra biz bunlardan deyirik ki, natrium silikat ilə kalium silikatımız suda həll olur. Natrium silikatımız ilə kalium silikatımız suda həll olur deyə biz bu iki silikata həll olan şüşə adını veririk. Həll olan şüşəmiz və yaxud da maye şüşəmiz adlanırlar ki, test topluda da qarşınıza çıxacaq ki, hansı maye şüşədir, hansı həll olan şüşədir. Siz bilməlisiniz ki, bu ya natrium silikatdır, ya da kalium silikatdır. Yenə deyirik ki, silikat turşusu özü zəif turşudur. Ona görə karbonat turşusu belə onu duzundan çıxarda bilir. Yəni, siz natrium silikatın üzərinə karbonat turşusunu gəldikdə,
Bu reaktda su və karbon qazı şəklində yazmadım. Əslində su və karbon qazı şəklində yazılır. Buradan alınır natrium karbonat və H2 silisium O3 çöküntüsü. Siz əsas bilməlisiniz ki, karbonat turşusu silikat turşusunu çıxardır. Silisium 4 oksid karbon qazını da PCO5-i də çıxardır. Qarışdırmaq olmaz. Bayaq vurğuladığım kimi. Daha sonra bunları da dedikdən sonra nə qaldı bizdə? Silikat sənayemiz qaldı. İndi bu silikat turşusunun sənayesini də oxuyarsınız. Biz gəlirik əsas məsələyə, silikat sənayesinə. Silikat sənayesini biz iki hissəyə bölürük. Silikat sənayemiz dedikdə sementin alınması, şüşə və keramikaların alınması başa düşülür. İlk öncə keramikaya keçdikdə, keramikada biz ağcildən istifadə edirik. Bakıda da bəzi yerlərdə var. Gedirsən, özün stəkan filan düzəltsən. Yəqin ki, bəlkə kimsə gedibdir. Master klasslar deyirlər. Həmin master klasslarda nədən istifadə olunur? Ağcildən. Və yaxud da biz məktəbdə mən uşaqlara ən çox 6-cı sinifdə, 7-ci sinifdə tapşırıram vulkan püskürməsi hazırlayanda. Uşaqlar gedir, neyniyir? Gilə alır, vulkan şəklində hazırlayır. Deməli, biz keramika hissəsində, keramika hazırlanmasında, saxsı qabların, güldanların hazırlanmasında nədən istifadə edirik? Ağcildən. Çini qabların hazırlanmasında nədən istifadə edirik? Ağcildən istifadə edirik. Rəqsanə, qayd eləyirəm. Və yaxud da o, bilmirəm, indi bilirsiniz, piti qabı var ya, bizdə piti qabı deyirlər. O nədir? Ağcildən hazırlanır, yəni saxsı qabdır. Keçmişdə onda yemək bişirilmişlərdi. Orada bişən yemək həqiqətən bir başqa dadlı olur. Sonra gəlirik şüşə istehsalı. Şüşə istehsalı dedikdə, baxın, ən əsas məsələdir. Əzbərə bilməlisiniz, çaşmadan. İndidən öyrənməlisiniz, heç vaxt da yadınızdan çıxmamalıdır. Hər dəfə də təkrar eləməlisiniz bu hissəni ki, biz şüşəni adi pəncərə şüşəsi, billur şüşə, kimyəvi şüşə olmaqla 3 hissəyə bölürük ki, həmin o 3 hissənin alınması, tərkibi, hər şeyini əzbərə bilməlisiniz. İlk öncə başlayırıq adi pəncərə şüşəsindən. Adi pəncərə şüşəsinin ümumi formulu dedikdə nəzərdə tutulur natrium 2O vurulsun kalsium O vurulsun 6 mol silisium O2. Amma ümumilikdə duzlar şəklində yazsaq, natrium silikat vurulsun kalsium silikat vurulsun 4 mol silisium O2. Baxın, elə bilin ki, buradakı 6 mol silisium O2-dəki 2 molu biri gedir natrium 2O-nun yanına, biri də gəlir kalsium O-nun yanına və nəticədə olur natrium silikat, kalsium silikat və 4 mol silisium O2. İndi bunların hamısının formulunu deyib, sonra qayıdacağam ətraflı haqqında danışmağa. İstiyə davamlı, yəni kimyəvi şüşə. Kimyəvi şüşədə isə biz bu natriumu əvəz eləyirik kalium ilə. Olur kalium 2O, kalsium O və 6 mol silisium O2. Ümumi şəkildə yazsaq, bəs yazacağıq ki, kalium silikat, kalsium silikat və 4 mol silisium O2. Əgər götürüb kalsium O-nu mən əvəz eləsəm qurğuşun 2 oksidi ilə, bu zaman isə alınacaq. Bunu həmişə ardıcıllıqla öyrənin. Adi pəncərə şüşəsini əzbərə bilirsənmi? Bilirsən. Fikirləş onu natriumu ilə yox, kaliumu ilə əvəz eləsəm, deməli bu istiyə davamlı şüşədir, kimyəvi şüşədir. İstiyə davamlı kimyəvi şüşədəki kalsium oksidi qurğuşun oksidi ilə əvəz eləsəm, formul nə olacaq? Kalium 2O qurğuşun O və 6 mol silisium O2. Bu zaman isə olacaq billur şüşə. Adi pəncərə şüşəsinin alınmasında xam mal kimi götürülür natrium karbonat, kalsium karbonat. Götürülən natrium karbonat ilə kalsium karbonatımız silisium O2 ilə qızdırılır. Əmələ gəlir natrium silikat, kalsium silikat və üzərinə 4 mol silisium O2-ni yenidən gəldikdə nəticədə belə bir qarışıq alınır ki, natrium 2O, kalsium O və 6 mol silisium O2. Siz əsas bunun formulunu əzbərə bilməlisiniz ki, adi pəncərə şüşəsidir. Natrium 2O-dakı natriumu kalium ilə əvəz eləsəm, kalium 2O, kalsium karbonat və silisium O2-də 6 mol. Kalsium O-dakı kalsium O-nu qurğuşun ilə əvəz eləyəndə isə əmələ gəlir billur şüşəmiz. Adi pəncərə şüşəsində sodadan və əhəngdaşından istifadə edirdimsə,
Billur kimyəvi şüşədə isə soda ilə potaşdan istifadə edəcəm. Billur şüşədə isə potaş ilə qurğuşun 2 oksiddən və silisium oksiddən istifadə olunur ki, bu reaksiya alınsın. Bu şüşələrimiz rəng qatan maddələrimiz olur. Bu şüşələrimizin əgər rəngli olmağını istəyiriksə, biz ora 3 dənə oksid qata bilərik. Kobalt oksid, 2 oksid, brom 3 oksid və mis 2 oksid. Kobaltımız bizim şüşələrimizə göy rəng, bromumuz yaşıl rəng, misimiz isə göy yaşıl rəng. Elə bil ki, hər ikisinin ortasıdır. Kobaltımız göy rəng, bromumuz yaşıl rəng, misimiz isə göy yaşıl rəng qatır. Və bunun nəticəsində bizim şüşələrimiz rəngarəng olur. Daha sonra şüşələrin bir-birindən fərqi var. Yəni fərqi budur ki, bu 3 şüşəni də əzbərə bilməlisiniz. Sonra gəlirik, sement belə uzun-uzadı düşmür. Amma belə ümumi məlumat üçün veririk ki, sementin tərkibində gilimiz olur. Sementimizi harda istifadə edirik? Tikintidə istifadə edirik, betonun alınmasında istifadə edirik, onun tərkibinə dəmir qataraq dəmir betonun alınmasında istifadə edirik və s. Deyirik ki, əvvəlcə gili qızdırırıq, gilin tərkibindəki suyu çıxardırıq. Yəni alüminium 2O3, 2 mol silisium O2 və 2 mol sudakı suyu çıxardırıq. Nəticədə alırıq əlimizə alüminium oksid və silisium O2. Düzdür. Sonra kalsium karbonatımızı qızdırıb alırıq kalsium oksidi ilə karbon qazı. Alınan kalsium oksidimiz gətiririk bu aldığımız susuz gilin üzərinə tökürük və nəticədə kalsium oksidi ilə silisium O2 arasında kalsium silikat alınır. Və həmçinin kalsium oksidimiz də alüminium 2O3-ümüz axı amfoter xassəlidir. Gəlib alüminium 2O3 ilə reaksiyaya girir və kalsium yazaq da kalsium oksid üstə gəl alüminium 2O3 reaksiyadan da alınır. Kalsium, alüminium O2 2 dəfə. Bu da olur bizdə sementin, betonun alınması reaksiyaları. Bilməyinizə ehtiyac varmı? Betondan, sementdən təkcə bilsəniz ki, tərkibində gil olur. Mən yetərlidir, başqa nəsə olmayacaq, lazım deyil. Amma adi pəncərə şüşəsini, kimyəvi şüşəni və billur şüşənin tərkibini əzbərə bilməlisiniz. Şüşəyə hansı oksidlər, hansı rəng verir, əzbərə bilməlisiniz. Kobalt 2 oksid hansı rəng verdi? Görüm yadınızda qaldı, fikriniz buradadırmı? Göy rəng. Bəli. Brom 2O3. Yaşıl. Aferin. Mis 2 oksid. O da göy yaşıl. Hər ikisinin qarışığı. Bəsdir, de görüm adi pəncərə şüşəsi nə oldu?